Xəbər verdiyimiz kimi, Azərqaz məhkəmənin qərarına məhəl qoymayaraq, Ağdaş rayonu Kükəl kəndində fəaliyyət göstərən istixana təsərrüfatının təbii qazla təchizatını hələ də bərpa etməyib. Bölgə TV Sferaz istinadən xəbər verir ki, sözü gedən təsərrüfatın rəsmilərinin iddiasına uyğun olaraq, 2025-ci ilin dekabrın 24-də Bakı Kommersiya Məhkəməsi mübahisəli məsələyə baxıb, vədi çəkilən təsərrüfatın qaz təchizatının bərpa edilməsi haqqında qərardad qəbul edib. Qəradadın qəbul edilməsindən 20 gündən artıq vaxt keçməsinə baxmayaraq, Azərqaz məhkəmə qərardadını icra etmək istəmir. Məhkəmə qərardadında deyilir ki, qaz təchizatının dayandırılması obyektin normal fəaliyyətinə ciddi maneə yaradır və bu hal sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxs üçün borcun məbləği ilə müqayisədə daha ağır iqtisadi zərərlə nəticələnə bilər. Hakim vurğulayıb ki, belə vəziyyət istehlakçının hüquqlarının əhəmiyyətli dərəcədə məhdudlaşdırılmasına səbəb olur və mütənasiblik prinsipinə ziddir. Qərardadda açıq şəkildə bildirilir ki, bu cür məhkəmə qərardadları dərhal icra edilməlidir. Məhkəmənin qərardadına baxmayaraq, Azərqazın aidiyyatı qurumları qaz təchizatının bərpa edilməsi ilə bağlı heç bir tədbir görməyib. Qazın bərpa edilməməsi təsərrüfatın fəaliyyətinin demək olar ki, dayanmasına, çoxlu sayda insanın işsiz qalmasına, eləcə də məhsul istehsalında problemlərin yaranmasına səbəb olub. Təsərrüfat istixanadan ibarətdir və burada meyvə yetişdirilir. Burada daimi işlə təmin edilənlərin sayı 10 nəfərdən çoxdur. Bundan başqa çoxlu sayda insan təsərrüfatın fəaliyyəti ilə əlaqədar olaraq gəlir əldə edir. Qaz təchizatının dayandırılması həmin insanlara birbaşa və dolayı zərər vurub. Azərqazın bu cür davranışı Azərbaycan hökumətinin iqtisadi siyasətinə də uyğun deyil. Qeyd edək ki, son illərdə Azərbaycanda xüsusilə bölgələrdə sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı dövlət tərəfindən müxtəlif proqram və layihələr həyata keçirilir. Sahibkarların fəaliyyətinin genişləndirilməsi üçün subsidiya, güzəştli kreditlər ayrılır. Məhz göstərilən qayğının hesabına son illərdə bölgələrdə kənd təsərrüfatı təyinatlı, çoxlu sayda kiçik və orta ölçüdə təsərrüfatlar yaradılıb. Söz gedən təsərrüfat da belə müəssisələrdən biridir. Azərbaycan prezidenti dəfələrlə qeyd edib ki, belə təsərrüfatlara yerli icra qurumlarının dövlət şirkətlərinə dəstək göstərməsi vacibdir. Son çıxışında da ölkə başçısı rayonlarda yeni iş yerlərinin açılmasını və bu məqsədlə sahibkarlara dəstək göstərilməsinə dair tapşırıq və tövsiyələr verib. Azərqazın timsalında dövlət şirkətinin davranışı sahibkarlıq subyektinin nəinki inkişafına kömək olur, əksinə təsərrüfatın ciddi zərər görməsinə, çoxlu sayda insanın məşğulluq imkanlarının məhdudlaşdırılmasına səbəb olur. Rəna Rövşənqızı, Bölgə TV.